Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala əshabil Hüseyin. Salamlayıram hər birinizi əziz tamaşaçılar. Kərbəlanın səsi Hüseyin məktəbindən qeyb nuruna doğru verilişini izləyirsiniz. Bugünkü mövzumuz Kərbəlada olan susuzluq siyasəti və psixoloji müharibə haqqında olacaq. Əziz mömin bacı və qardaşlar, əgər yadınızda olsa, keçən verilişdə İmam Hüseyin əleyhissalamın Kərbəlaya daxil olması və bir sıra məsələləri bəhs elədik. Bugünkü söhbətimizdə artıq Məhərrəmin 7-sində su yolunun bağlanması haqqında, Kərbəla hadisəsinin demək olar ən ağrılı və ən ağır mərhələlərindən biri haqqında danışacağıq. Bugünkü verilişimiz həqiqətdə düşmənin susuzluq siyasəti və psixoloji müharibəsi barəsindədir. Kərbəla yalnız qılınc savaşı deyildi. Bu hadisədə iqtisadi təzyiq, qorxu siyasəti, mənəvi müharibə, psixoloji savaş və bu kimi şeylərdən də istifadə olunurdu. Yezid hakimiyyəti bildirdi ki, İmam Hüseyin əleyhissalamı hərbi baxımdan heç vaxt məğlub edə bilməyəcəkdir və yaxud çox çətindir. Ona görə də suyu bağladılar, uşaqları susuz qoydular, qorxu yaşatmağa başladılar. Lakin Kərbəla məktəbi göstərdi ki, iman sahibi olan insan ən ağır şəraitdə belə heç vaxt sınmır və sarsılmır. Bu verilişdə biz bu kimi mövzulara toxunacağıq. Fərat suyunun bağlanması, Məhərrəmin 7-ci gününün hadisəsi, susuzluğun düşərgəyə olan təsiri, Həzrəti Əbülfəz əleyhissalamın su gətirməsi və səbir və təvəkkül anlayışı haqqında. Və həqiqətdə bu psixoloji müharibənin necə deyərlər, cüz'iyyatına biz işarə edəcəyik. Birinci məsələ Fərat çayının bağlanmasıdır. Kərbəla hadisəsinin qeyd elədiyim kimi ən ağır cinayətlərindən biri suyun bağlanması idi. Məhərrəm ayının 7-sində İbn Ziyad Ömər Səədə sərt məktub yazaraq belə dedi: Hul beynəl Hüseyni və əshabihi və beynəl ma fəla yezuqu minhu qətirə. Hüseynlə səhabələrinin suya çatmasının qarşısını al. Qoy bir damcı belə onlar bu Fərat suyundan içməsinlər. Bunu sünni alimlər də yazıblar. Təbəri yazıb, digərləri yazıb. Bu əmr açıq şəkildə qeyri-insani bir əmr idi. Çünki orada qadınlar var idi, uşaqlar var idi, xəstələr var idi. Lakin bunlara baxmayaraq, hakimiyyət qorxu içində idi. Onlar bilirdilər ki, İmam Hüseyin əleyhissalam haqqın simvoludur. Bu səbəbdən hər vasitəyə əl atırdılar ki, İmam Hüseyin əleyhissalamı məcbur eləsinlər beyət eləməyə. Amma İmam Hüseyin əleyhissalam heyhat minnəz zillə. Yezdə beyət eləmək zillətdir. Zillət də bizdən uzaqdır. Beləliklə, Məhərrəm ayının 7-sində tarixçilər yazırlar ki, düşmən Fərat çayını nəzarət altına aldı. Əmr ibn Həccac böyük dəstə ilə çayın ətrafına əmr verildi ki, qoşun yerləşdirilsin. Suya heç kim yaxınlaşmasın. Beləcə Əhl-i Beyt düşərgəsində susuzluq başladı. Əvvəlcə vəziyyət idarə olunurdu. Lakin saatlar keçdikcə o isti yerdə su azalmağa başladı, uşaqlar susadı, zəiflik artdı. Tarixdə belə qeyd olunur ki, o çadırlarda uşaqların səsləri belə gəlirdi: Əl-ətəş, əl-ətəş. Yəni susuzluq, bizə su verin. Bunlar əl-ətəş deyə fəryad edirdilər. Bu səhnələr həqiqətdə Kərbəla müsibətinin ən ağır hissələrindən biridir. Yəni bunlar həqiqətdə tarixdən əlavə eyni zamanda müsibətdir, ruzədir.
Susuzluğun məqsədi nə idi? Bu siyasəti niyə irəli sürdülər? Əziz mömin bacı və qardaşlar, düşmən yalnız fiziki zəiflətmə işlətmədi. Onların əsas məqsədi ruhları sındırmaq idi, qorxu yaratmaq idi. İmam və ətrafında olanları təslim etmək istəyirdilər, təslimiyyəti almaq istəyirdilər. Bu həqiqətə psixoloji müharibə idi. Onlar belə düşünürdülər ki, uşaqların susuzluğu İmam Hüseyin əleyhissalamı geri çəkməyə məcbur edəcək və imam beyət edəcək. Lakin imamın məqsədi hakimiyyət deyildi ki, geri çəkilsin. İmamın məqsədi dini qorumaq idi. Dəfələrlə demişik, haqqı diriltmək idi. Batili ifşa etmək idi. Bu baxımdan biz Quran-ı Kərimə baxsaq, Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Ellezine qala lehumun-nas innen-nase qad cema'u lekum fakhshawhum fazadahum imana." İnsanlar onlara dedi: "Hamı sizə qarşı toplanıb, qorxun." Lakin bu onların imanını artırdı. Ali-İmran surəsinin 173-cü ayəsində. Kərbəla səhabələri də belə idi. Təzyiq artdıqca onların imanı daha da güclənirdi. Onlar sınmırdılar heç, sarsılmırdılar ki heç, onların daha da imanları gücləşirdi. Burada qeyd olunmalı məsələlərdən də biri Həzrəti Əbülfəzl əleyhissalamın roludur. Kərbəla hadisəsində Həzrəti Əbülfəzl Əbbas əleyhissalamın xüsusi bir yeri var idi. O, qardaşına sədaqətin, qəhrəmanlığın, mərhəmətin, necə deyirlər, bütün igidliyin demək olar ki, simvolu idi. Fədakarlığın simvolu, qeyrətin simvolu idi. Susuzluq başlayanda Həzrəti Əbülfəzl Əbbas əleyhissalam bir neçə dəfə Fərata yaxınlaşıb su gətirməyə çalışdı. Hətta bəziləri buyurur, gətirdi də. Tarixçilər qeyd edirlər. Bəzi gecələr səhabələr gizlin şəkildə gedib su gətirə bilirdilər. Bunların başında ilə Həzrəti Əbbas əleyhissalam dururdu. İmam Hüseyin əleyhissalam Həzrəti Əbülfəzl əleyhissalama böyük etimad göstərirdi, ona inanırdı. Bu baxımdan Həzrəti Əbülfəzl əleyhissalamın adları, məxsusən Kərbəlada ləqəbi Saqi Ətaşa Kərbəla, Kərbəla susuzlarının necə deyək, su verəni kimi ləqəbini almışdı. Bəni Haşimin ayı hesab olunurdu. Həqiqətdə Kərbəlada Aşura günündə Əbülfəzl əleyhissalam Əhl-i Beytin böyük bir dayağı idi. Bu baxımdan Əbülfəzl əleyhissalamı İmam Hüseyin əleyhissalam icazə vermədi döyüşə axıra qədər. Amma belə bir şəraitdə çadırdakı mənzərə, susuzluq artıq ağır mərhələyə çatmışdı. Uşaqların dodaqları quruyurdu. Qadınlar uşaqları sakitləşdirməyə çalışsalar da, amma faydası yox idi. İmam Hüseynin çadırlarında ümidsizlik yox idi. Çünki onlar Allahın yolunda olduqlarını bilirdilər. Amma əzabı, əziyyəti də var idi. İmam əleyhissalam səhabələrinə belə buyurardı ki, belə bir vəziyyətdə səbrən bənil kiram, ey böyük insanların övladları, səbr edin. Bu sözlər Kərbəla məktəbinin həqiqətdə ruhunu göstərir. Səbir burada passiv gözləmək mənasında deyildi. Səbir burada haqda möhkəm qalmaq, təslim olmamaq, dözüm göstərmək, Allah yolundan dönməmək mənasında idi. Səbrən bənil kiram İmam Hüseyin əleyhissalamın Kərbəla hadisəsində ən önəmli cümlələrindən biri idi. Bu baxımdan biz Qurana müraciət edəndə görürük ki, Allah Teala səbr barəsində belə buyurur. İnnallaha məəs-sabirin. Allah səbr edənlərlədir. Həqiqətən Allah səbr edənlərlədir. Allah səbr edənləri sevir. Bu da başqa ayədir. Kərbəla səhabələri bu ayənin demək olar ki, canlı nümunəsi idi. Onlar aclıq gördülər, susuzluq gördülər, mühasirə gördülər, amma geri çəkilmədilər. Çətinliklərin hamısının müqabilində səbr göstərdilər. İmam Hüseyin əleyhissalamın öz kəlamıdır. İmam Hüseyin əleyhissalam Kərbəlada buyurdu: İlahi ridən bi qəzaik və təslimən li əmrik. İlahi, qəzana razıyam və əmrinə təsliməm. Bu zəiflik deyildi. Bu ən yüksək iman mərtəbəsi idi. Tam mənada Allahın əmrinə, Allahın qəza qədərinə təslim olmaq. Quran-ı Kərimdə önəmli mövzulardan, əxlaqi mövzulardan da biri təvəkküldür. Kərbəla təvəkkül məktəbidir.
Əziz tamaşaçılar, Kərbəla hadisəsində təvəkkül anlayışı açıq-aydın şəkildə görünürdü. Təvəkkül o demək deyil ha, insan çalışmasın, zəhmət çəkməsin, iş görməsin. Xeyr, İmam Hüseyn əleyhissalam tədbir görürdü. Səhabələrini təşkil edirdi. Hər bir addımı atırdı. Müharibəyə hazırlaşırdı, özünü müdafiə edirdi. Lakin nəticəni Allaha həvalə etmişdi. Quran-ı Kərimdə Allah Teala buyurur ki: "Və men yetevəkkal alallah fehuve hasbuh." Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Kərbəla məktəbi insanı ümidsizlikdən, qorxudan, dünyaya bağlılıqdan xilas edir. Bugün Kərbəla hadisəsində bizə də bir dərsi vardır. Bunlar hamısı bizlər üçün örnək və nümunə olmalıdır. Qeyd elədik ki, Kərbəlada psixoloji müharibə var idi. Amma bu psixoloji müharibə iflasa uğradı. Düşmən belə düşünürdü ki, susuzluq əhl-i beyti sındıracaq. Lakin əksinə oldu. Kərbəla səhabələrinin imanı, sədaqəti, mənəviyyatı daha da anba-an güclənirdi. Tarixçilər belə yazırlar ki, Aşura yaxınlaşdıqca imamın səhabələrinin çehrəsi nuraniləşirdi. Niyə? Çünki onlar qorxudan uzaqlaşmışdılar. Allahla yaxınlaşmışlar, Allaha çox yaxın olmuşlar mənəvi baxımdan. Bu psixoloji müharibənin məğlubiyyəti idi. Düşmənlər İmam Hüseyn əleyhissalam və onun səhabələrini sarsıtmaq istəyirdi, amma əks cavab verdi. Müasir insan üçün də bu Kərbəla məktəbində çoxlu dərslər vardı. Əziz mömin bacı və qardaşlar, əziz tamaşaçılar, bu hadisələr yalnız tarix deyil, bugün də insanlar təzyiq, qorxu, iqtisadi çətinlik, mənəvi mühasirə, bu kimi şeylərlə qarşılaşır və qarşılaşırıq. Kərbəla isə bizə öyrədir ki, mömin insan şəraitə təslim olmamalıdır, haqqı satmamalıdır, çətinlikdə Allahı unutmamalıdır. İmam Sadiq əleyhissalam gözəl kəlamlarının birində buyurur ki, İnnəl Hüseynə misbahul huda və səfinətün nica. Əlbəttə, əsli hədis Peyğəmbərdəndir. Amma İmam Sadiq əleyhissalamın da dilindən nəql olunub sanki. Hüseyn hidayət çırağı və nicat gəmisidir. Kərbəla məktəbi insanı mənəvi olaraq ayaqda saxlayır, möhkəm saxlayır, istiqamət göstərməyi öyrədir. Biz xülasə olaraq bu verilişimizdə bir neçə məsələyə işarə etdik. Fərat suyunun bağlanması, uşaqların, qadınların susuz qalması, mühasirənin ağırlaşması, amma bunların hamısına baxmayaraq İmam Hüseynin düşərgəsində iman sarsılmadı. Çünki onların qəlbi Allahla idi. İnşallah gələn verilişimizdə biz Aşura gecəsi barəsində bəhs edəcəyik. Bizə ayrılan vaxt tamam oldu. Hamınızı Allaha tapşırıram. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.